Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda yumuşaq, dadlı, iki rəngli piroqun hazırlanmasını sizinlə paylaşıram. Görünüşü sadə, amma kəsdikdən sonra zebra piroqunu xatırladan çox gözəl, cemli, şokoladlı, ləzzətli bir piroq reseptidir. İndi keçək piroqun hazırlanma qaydasına. Bunun üçün ərzaq qabına 3 ədəd sındırdığım yumurtanı əlavə edirəm. Üzərinə 1 çimdik duz, 200 ml stəkanla 1 stəkan yarım da şəkər tozu əlavə edib mikserlə qarışdırıram. Mikserlə 2-3 dəqiqə tam ağarıb mayonez halına gələnə qədər yaxşı qarışdırıram. Alınan qarışıma 100 ml 8 xörək qaşığı bitki yağı, 180 qram xama əlavə edirəm. Xamanın yağlılığının heç bir fərqi yoxdur. Xamanı qatıqla da əvəz eləmək olar. 200 ml stəkanın başından bir barmaq aşağı süd. Onu da qeyd edeyim ki, ərzaqlar otaq temperaturunda olmalıdır. Bu ərzaqları da əlavə edəndən sonra mikserlə biraz qarışdırıram. Başqa bir ərzaq qabında 200 ml stəkanla 2 stəkan yarım un götürmüşəm. Üzərinə 1 paket 5 qram şəkərli vanil, 1 paket 10 qram, bir də yarım paket 5 qram, ümumilikdə 15 qram qabartma tozu əlavə edib bu ərzaqları da biraz qarışdırıram. Un qarışımını ələkdən keçirdirəm. Əvvəlcə bir hissəsini ələkdən keçirdib, artıq mikserlə qarışdırmıram, çırpıcı ilə qarışdırıram. Unu hissə-hissə əlavə eləyəndə yaxşı qarışdırmaq olur. İçində un topaq halında qalmır, ona görə unu hissə-hissə əlavə eləyirəm. Qalan unu da ələkdən keçirdib qarışdırıram. Belə bir nə çox qatı, nə çox duru bir xəmir alınır. Piroqun xəmiri iki rənglidir. Bir hissəsinə kakao qatacağım. Ona görə elə gözə yarı hazırladığım xəmirin bir hissəsini başqa bir qaba boşaldıram. Demək olar ki, xəmirin ikisi də eyni ölçüdədir. Xəmirə kakao qatanda qatılaşır. Ona görə xəmirin birinə 1 xörək qaşığı un, o birisinə isə 1 dolu təpələmə xörək qaşığı kakao əlavə edirəm. Xəmirlərin ikisini də yaxşı qarışdırıram. Xəmiri qatandan sonra keçirəm piroqu hazırlamağa. Mənə rahat olduğu üçün hazırladığım xəmirləri sıxma torbasına yığıram. Əgər sizdə sıxma torbası yoxdursa, elə 2 dəfədən xəmiri hissə-hissə formaya boşalda bilərsiniz. Piroq üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Piroqu bişirəcəyim formanın içinə yağlı kağız sərmişəm. Kənar hissələrini kərə yağı ilə yağlamışam. Əvvəlcə kakaolu xəmirdən videoda göstərdiyim kimi formanın içinə biraz sıxıb formanın içinə əlavə edirəm. Formanın içinə yayıram. Kakaolu xəmirin üstündən cem əlavə edirəm, şaftalı cemi. Xəmirin üstü çox nəmlənməsin deyə götürdüyüm qarğıdalı nişastasından kakaolu xəmirin üstündən biraz səpirəm. Onun da üstündən götürdüyüm cemdən əlavə eləyirəm. Mən şaftalı cemi ilə hazırladım. Şaftalı cemini istənilən cemlə, mürəbbə ilə də əvəz eləmək olar. Cemi də əlavə eləyəndən sonra ikinci ağ xəmirdən yenə eyni qaydada sıxma torbasından sıxıram. Onu da açıq olan hissələrini qaşıqla hamarlayıb içliyin üstünü örtürəm. Ağ xəmirin üstündən də yenə biraz qarğıdalı nişastası səpirəm. Onu da üstündən götürdüyüm damla şokoladından yayıram hər yerinə. Təxminən 1 dolu xörək qaşığı qədər. Yenə kakaolu xəmirdən əlavə eləyib eyni qaydada üstündən qarğıdalı nişastası səpib cem əlavə edirəm. Əgər sizdə qarğıdalı nişastası yoxdursa, nişastanı elə
undan da əvəz eləmək olar. Onu da qeyd edeyim ki, istifadə etdiyim formanın ölçüsü 24 santimetrdir. Sonda qalan ağ xəmirin hamısını formaya əlavə edirəm. Açıq olan hissələri xəmirlə örtürəm. Bişəndən sonra üzərinin daha gözəl görünməsi üçün xırda-xırda doğranmış qoz ləpəsi səpirəm. İstəyə görə qoz ləpəsini kokosla, fındıqla, badamla da əvəz eləmək olar. Bu qaydada piroqu hazırlayıram. 1-2-3 dəfə masaya çırpıram. Havası çıxır. 180 dərəcəlik sobada 35-40 dəqiqə bişirirəm. Piroq bişib artıq hazırdır. Üstü çox yaxşı qızarıb, çox yaxşı qabarıb. Çöplə yoxlayıram. Əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı pişib. Qəlibdən çıxardıram, qoyuram, qalır, tam soyuyur. Tam soyuyandan sonra artıq kəsib dadına baxmaq olar. Piroqun görünüşü çox sadə görünür, amma kəsdikdən sonra içərisi zebra piroquna oxşuyur. Görünüşü də çox gözəldir. Dadı da çox fərqli, ləzzətli bir piroqdur. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.